Buyurur, qəd əfləhəl müminun, müminlər xoşbəxtlərdilər. Kim diyorlar? Başlayır saymağa. Əlləzinəhum fi salatihim xaşiun. Birinci sifətləri budur ki, onlar namaz qılanda xuşuyla namaz qılarlar. Fikirləri özlərində olar, dağdaşda yox. Ondan sayır, mən onları saymıram, gəlir çatır bu mövzuda danışır. Buyurur, vəlləzinəhum li furucihim hafizun. O adamlar ki, onlar öz şəhvətlərin həddi müəyyəndə ki, Allah təyin eləyib saxlayırlar. İlla əla əzvacihim. Öz ailələrindən başqa. Ailə qurur, evlənir, orada azaddır. Amma ondan sonra olmaz. Ancaq yolu odur. Əqd oxuya, qanun ilahi icra ola, ondan sonra azaddır. Nə qədər bir-birlərinə məhəbbət eləyirlər, belə yaxşıdır. Bir-birlərinə şirin danışırlar, bəziyirlər özlərin. Hətta müstəhəbbidir, deyir, əgər bir kişi öz yoldaşının yanında oturur, yeməyi götürür, qoyur onun ağzına, Allah ona əcr verir. Çünki onu Allah icazə verir. Hətta əgər gəlir, onu görəndə deyir, enni uhibbuki, sevirəm səni, ona əcr verir. Elə bil Allahı zikr eləyir. Çünki orada azaddır qanun. Amma bir yan tərəfdə day yox. Dağılsın, əgər kişi öz həddindən çıxmasa, əgər xanım öz həddindən çıxmasa, hər birisi öz vəzifəsini öyrənsə, hər birisi öz vəzifəsini riayət etsə, ondan şirin ailə olmaz. Ta 60 ildə olsa, 70 ildə olsa, 70 il bir xanım, 60 il, mən bəzisini görmüşəm, bir yerdə yaşayıblar, xanım özü danışıb, mən eşitmişəm, deyir, mən 60 ildə, ikisinin də 80 yaşı vardı, 20 yaşda ailə qurublar, 60 ildə bir yerdə yaşayıblar. Deyir, 60 ildə bir dəfədə olsun eşitmədim deyə mənə çay gətir. 60 ildə deyir, bir dəfədə olsun eşitmədim. Amma bir dəfədə olsun olmadı ki, o çay istəyən vaxt mən ona çay verməyim. Buna deyərlər, hərə öz vəzifəsini bilir. Hərə öz vəzifəsini bilir. Bu sözü demişəm, bir də təkrar edirəm. Deyir, bir gün bu gəldi evə, çox yorulmuşdu. Baxdı samavərə, baxdı çaynikə, elə bil ki, hiss elədim ki, bu susuzdur, çaysızdır belə. Deyir, mənə yox, beşikdə bir uşaq vardı, qız uşağı. Deyir, baxdı o uşağa, dedi, ay qız, kaş sən böyük qız olaydın, mənə gedib bir çay gətirəydin. Deyir, mən başa düşdüm ki, bu məndən çay istəyir. Bu ailə aqibət bi xeyr idi, bu ailə şirindir və əgər ailə şirin olmasa, nəticəsi də pis olar. Nəticəsi təhqid deyil ki, ayrılarlar. Ayrılarlar, eybi yox ki, ayrılsınlar. Nəticəsi olacaq ki, o evdən ki, istəyirdin, məsələn, Səlman çıxsın, Əbazər çıxsın, o evdən Miqdad çıxsın, Əmmar çıxsın, Zeynəb çıxsın, o ev olacaq başqa bir ev. O ev olacaq, o işlər orada olacaq ki, sən onu istəmirdin. Nəticəsi deyir, bu olacaq. Allahümmə ec'al aqibə umurina xeyra. اللهم إنا نسألك وندعوك باسمك العظيم الأعظم الأعز الأجل